Salam hər kəsə. Demək bizdə belə bir sual verilib. Sonsuza kimi davam edən bu kökün qiyməti bizdən tələb olunur. İlk öncə burada nə edə bilərik? Təkrarlanan hissəyə hər hansı bir x deyərək bunun qiymətini hesablamaq olar. Lakin sadə bir düstur var ki, onun istifadəsi ilə yalnız bu 30 olan təkrarlanan hissənin qiymətini tapmaq mümkündür. Düstur belə ifadə olunur. Kök altında 4a plus 1 plus ayrı şəkildə 1 bölünsün 2. Əgər burada 30'ların arasında toplama yox, çıxma işarəsi olarsa, burada da çıx 1 olur. Bizdə toplama olduğundan üstə gəl 1'dir. Daha sonra nə edirik? Bərabərdir. Gətirib a-nın yerinə bu 30'u yazırıq. 4 vur 30 eləyir 120, üzərinə də 1 gələndə 121. Yəni bu kökdə 121 olur. Ondan da 11 çıxır. 11 üstə gəl 1 böl 2. Yəni 6'ya bərabər oldu. Hansı hissə? Baxın bizdə verilən bu 30 olan hissə nədir? 6'dır. O zaman mən buradan alıram ki, kök altında 5 üstə gəl, kök altında 10 üstə gəl, bu hissəyə də 6 yazıram. Yəni 16. Bu 16'dan da nə alınır? 4 alınır. O zaman alınır kökdə 5 üstə gəl. Bu hissə 4 oldu. 4 üstə gəl 5. Bu da kökdə 9, yəni 3'ə bərabər olur A variantı.